Bugün birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı Körpələr Evi uşaq bağçasının açılışında iştirak ediblər. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Körpələr Evi uşaq bağçasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, 116 yerli uşaq bağçası kimi istifadəyə verilən müəssisə 1972-ci ildən eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış Körpələr Evi uşaq bağçası kimi fəaliyyət göstərib. Hazırda isə 352 saylı Körpələr Evi uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir işləri aparılıb və yeni korpus inşa olunub.